Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı orta məktəbi məzunu Alı İsmailov bu il birinci ixtisas qrupu üzrə rekordçudur. O qəbul imtahanında 2 mərhələ üzrə 697,5 bal toplamaqla ən yüksək nəticəni göstərib. Buraxılış imtahanından 297,5 və blok imtahanından maksimum 400 bal yığdım və öz məqsədimə çatdım demək olar ki. Və nəticədə böyük ehtimal ADA Universitetində təhsilimi davam etdirəcəyəm. Və ADA Universitetini bitirdikdən sonra isə böyük ehtimal magistraturanı xaricdə oxumağı planlaşdırıram. Alı qazandığı uğurda özünün çalışqanlığı ilə yanaşı valideynlərinin və müəllimlərinin böyük rolunu da xüsusi qeyd edir. Onlar mənə inanırdılar və dəstək verirdilər, deyir. Alının müəllimləri arasında anası da var. Ona riyaziyyatı məhz o sevdirib. Bugün mənim üçün qürur verici hissdir. Həm valideyn olaraq, həm müəllim olaraq övladımı bu cərgədə görmək mənim çoxdankı həvəsim idi. Mən buradan Alının bütün müəllimlərinə öz təşəkkürümü bildirirəm. Valideyn olaraq biz həmişə ona dəstək olmuşuq və bundan sonraki həyatında da həmişə ona daimi uğurlar arzulayıram. O, informasiya texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssis olmaq istəyir. Biz də Alı İsmailova həyatının qarşıdakı mərhələsində uğurlar arzuluyuruq. Xaliq Qurbanlı, Fuad Quliyev, Günel Habil qızı, ASTV Xəbər.